İnsan o yüksək arzuya doğru hərəkət eləyir, ona uyğun xəyallar qurursa o gözəldir. Aydındır? Yəqin ki, aydındır. Yüksək arzu Allah'tır. Kumel duasına baxın. Ya gayətə amalil arifin əleyhissalam deyir. Ey ariflərin arzularının nəhayəti. Sözün qısası, insana arzu olmağa layiq olan sonsuz varlıq var, Allah'tır. İnsan dünyada ona doğru nə qədər hərəkət eləsə də ona çatmır. Ancaq gedir ona tərəf. Can bədəndən çıxanda ona çatır. Bu yüksək arzu çatmayacağım bir arzu. Dünyada çatmayacağım bir arzu sana arzu olmağa layiqdir. Cavanları aşağı dərəcəli arzulardan qopartmalıyıq. Yüksək arzulara bağlamalıyıq. Yüksək arzu da Allah'tır, Allah'tır, Allah'tır. İnsan Allah axtarır. İnsanın arzularının cavabı Allah'tır. Ona görə deyir ki, yalançı arzularla özünü məyus eləmə.